Lada Nav orijinisi. Lada Samara T3 1984-1986-cı illər arasında Paris-Dakar rallisi üçün xüsusi hazırlanmış və Porsche ilə əməkdaşlığı nə qədər qeyri-adi nəticə verdiyini göstərən unikal bir avtomobildir. 3.6 litrlik Porsche mühərriki və Porsche 959-dan götürülmüş 4x4 çekiş sistemi ilə təchiz olunmuş bu model Lada Nav Porsche'nin Türk kampaniyasının bir hissəsi kimi ortaya çıxmışdır. Avtomobil, beşpilləli mexaniki transmissiyalı Tupolev aviasiyasının ilhamlanan üçbucaq qol asılı sistemi ilə donanmışdır. Onun yüksək sürəti və manevr qabiliyyəti Sovet dövründə belə hər şeyin mümkün ilə yanaşmasını əks etdirirdi. Yüngül boru çərçivə və fiberglass kuzova sahib olan bu model 1990 və 1991-ci illərdə Paris-Dakar rallisində iştirak etsə də Sovet İttifaqının resurs çatışmazlığı və bəzi texniki problemlər səbəbindən böyük uğurlar əldə edə bilmədi. Standart Samara modellərinə gəldikdə isə ölkəmizdə əsasən sadə versiyalarını görsək də, Böyük Britaniyaya ixrac edilən bəzi modellər daha da təkmilləşdirilmişdi. Xüsusilə bu versiyalarda mükəmməl alınan səs sistemi və açılan dam kimi xüsusiyyətlər mövcud idi. Porsche mühəndisləri isə mühərrikin tənzimlənməsində xüsusi rol oynayaraq avtomobilin performansını optimallaşdırmağa kömək etdilər.